verirəm sizi. Amma nəsə düz gəlmədi. Yəqin ki, bir çoxumuz kafelərdə, restoranlarda əyləşəndə bizim üçün həmin kafenin, restoranın mətbəxi daha çox maraqlı olur. Biz də bu günlərin ölkədə ən çox müştəri qəbul edən Caribbean Restopub şəbəkəsinin Ayna Sultanova filialında bir yeməyin mətbəxdə necə bişirildiyi və süfrəyə gələnə qədər olan prosesi çəkib sizə göstərəcəyik. Anar usta, hansı yeməyi bişirəcəyik bu gün? Deməli, bizim üçün can ətidir, vişnəli can əti. Amma müştəri üçün hal-hazırda sifariş çıxırdı. Qaymaqlı can əti bişirəcəm. 2 cürə yemək bişirəcək. Başlayaq. Başlayaq. Bravo. Ustamız bıçaqları itilədi. Spirits calling in the wind, ancient dance where the joy begins, moving like a flame, steady and bold, a story of fire, a story untold, hands in the air, let the circle wide. Vişnəli can ətinin son prosesi yeyib, sosuna əlavə edirik. Sonra verirəm sizi. Amma nəsə düz gəlmədi. We dance together, we dance as one. Move your body, feel the flow. This is the magic of Charlotte. Deməli, ustamız vişnəli can ətini hazır elədi. Siz də videoda gördünüz. İndi də elə ustamızla bərabər oturub burada vişnəli can ətinin dadına baxırıq. Yəqin ki, elə bir çoxunuz da Caribbean-da qonaq olmusunuz və burada yeməklərin dadını bilirsiniz. Və ən maraqlısı da budur ki, burada olan yeməklər maya qiymətinə, içkilər isə marketdən də ucuz təklif olunur. Light on the face, ancient echoes, modern vibration. Music for the whole generation. Shalakso, rhythm of the earth. Shalakso, a brand new birth. Deep in the bass, high in the sun. We dance together, we dance at... Əgər heç vaxt yolunuz Caribbean-dan düşməyibsə, mütləq buranı sınamaq lazımdır. Ölkədə ən geniş Restopub şəbəkəsində 6 filialı var və ay ərzində 15 mindən çox razı müştəri qəbul eləyir, yola salır. Və buradakı qiymətlər də həqiqətən də çox belə qəribədir. Bütün menyunu maya qiymətinə verirlər. Vişnəli can əti 8 manat 97 qəpik, çoban salatı 1 manat 92 qəpik, ağ çörəyi isə 80 qəpik eləyir və siz sadəcə olaraq giriş üçün adam başı 5 manat, növbəti saatlar isə 1 manat ödəyirsiniz və bütün menyunu maya qiymətinə, hətta içkiləri, orijinal içkiləri isə marketdən də ucuz əldə edirsiniz.